Herkese salam olsun. Bizi izleyenlere de 2 defa salam olsun. Bugün ayın 3 oktyabr 2025-ci il. Dedi bir yanacaqların bir götürə girdimələrdən fərqlərinə baxıb görə nə kim fərqlənirlər? Hər gün deyirlər ki 92-lərdə bu problem var, 95-lərdə bu problem var. Onları aydınlaşdırmaq üçün bir neçə yedimələrdən nümunələr götürdük. Bir-biri ilə fərqlərinə, iylərinə, hər hansı bir aktdan fərqlərinə azalında bir baxın görək nə kim fərqlənir. Əsasən də kimlər üçün? Çin avtomobili idarə edənlər üçün. Hər kəs şikayət edir ki, getdiyin yerdə detonasiya yaranır. Özümüz də gəlirlər, sürürük, baxırıq ki, 95 hətta vurub yenə də detonasiya yaranır. Dedik görək bunların nə kimi fərqləri var. Bax söhbət də bu Çin avtomobillərindən gedir. Azərbaycanda özünüz görürsünüz ki, həddən artıq bunları sürənlər var. Niyə? Çünki bunlarda da mühərrikdə mühərrik pullarda generator rol oynayır. Mühərrik daim olaraq stabil vəziyyətdə mühərrik bir dövrlər sayında işləyir. Daha artıq köhnə avtomobillər kimi deyil. Qaz verəsən mühərrik qazı ala verə. Bunlar sadəcə kodladın standart bir vəziyyətdə işləyir generator rolunda. Yəni batereykaları doldurur. Belə, gedək görək indi yanacaq doldurma məntəqələrini hansılardan götürmüşük və necədir sizinlə bir yerdə baxaq. Bax bu nədir? Sokar. Naxçıvanskidən aşağı düşəndə 8 noyabr prospektində yerləşən sağdakı Sokardan götürmüşük bunu 95. Bunu da Sokardan götürəndə nə problem yaranıbdı? 5 litrik qab aparıblar, 2 litrik qab aparıblar plastik. Deyiblər ki, yox 2 litrik plastik qaba verə bilmərik. Yenə də həmin bu problem yenə də Azərbaycanda yenə də var. Niyə? Deyib ki, get bunun 5 litrəliyini gətir. Bu 5 litrəliyini get, 5 litrəliyinə vuraq. Gediblər, axtarıb tapıblar, 2 litrik plastik qabın 5 litrəliyini tapıblar, ona gətirib vurublar. 5 litrəliyə vurmurlar. 2 litrəliyə vurmurlar. Yaxşı, bu plastikdirsə nə fərq var? 2 litrelik qab oldu, 5 litrelik qab oldu. Yəni hələ də bu Azərbaycanda biz nə qədər də bunu qınadıq, nə qədər də yedəmələrdən soruşduq. Dedilər, xeyr, bu barədə heç bir problem yoxdur. Kim nə qabda istəyir, gəlsin biz ona verəcəyik. Amma təəssüf ki, hələ də bu aradan qaldırılmayıbdır. Deyirlər ki, fövqəladə gəlib bizə cərimə yazır 100 manat, 200 manat. Yaxşı, belə olmaz axı. Bunu siz də bir neçəsindən də soruşduq. Yedəməli rəhbərlərinə dedilər ki, belə bir problem yoxdur. Kim istəyir, yolda qalanlar 2 litr, 1 litr gəlib ala bilər. Amma təəssüf ki, yenə də aradan qalxmayıb. Nəsə, bir söz demirəm. Buna bu Sokar 8 noyabrın başında yerləşən Naxçıvanskidən aşağıda düşəndə oradakı Sokardan 95 götürmüşük. Bu Lukoildir. Yeni Günəşlidə yerləşən Lukoil 95 premiumudur. Bu da Azpetroldur. Yeni Günəşlidə yerləşən yenə də Azpetrolun 95 premiumudur. Bu Şahoildir. Bilirsiniz ki, Mehmandarovun axırında yerləşən Şahoilun 92-sidir. Bu da yenə də Lukoil. Yeni Günəşlidə yerləşən Lukoilun 92-sidir. Bu da haradır? Bu da yenə də Yeni Günəşlidə yerləşən Azpetrolun 92-sidir. İndi gəlin biz baxaq. Görək bunların aktdan fərqləri nə qədərdir. Bir başdan elə 95'ten başlayaq. Bu detektorumuzdur. Detektorumuzu sıfırlayırıq. Sıfırlayırıq, getdik. Həmin o Naxçıvanskidə yerləşən Sokar yanacaq doldurma məntəqəsinin premiumunun aktdan fərqlərini bir-biri ilə fərqləndirək. Görək biri-biri ilə yedəmələr nə ilə fərqlənir? 94 keçdi Lukoil, Yeni Günəşli Lukoil. Yeni Günəşli Lukoil yoxlasın. 93 93 keçdik Azpetrola, Yeni Günəşli Azpetrola 99 99 keçdik 92'lərə. Detektorumuzu söndürürük. Bir də yandırırıq. Bunların hansından da bir iyi gəlirsə, bilmirəm hansıdır, amma it iyi verir. Bax bunların hansında bir dənəçisi İnan ki, iydən sərdə müştərilər belə qatıb çöldə dururlar ki, bu nə idi? 92'miz 94 illik premiumdan yaxşıdır ki. Bu Şahoilundur. Mehmandarovda yerləşən Şahoilun 92'sidir. 94 aktan. 94. Keçdik hara? Lukoil Günəşli. Lukoil Günəşlinin də bu 92'sidir. Bu da 95. 95. Ondan sonra keçdik hara? Bu da Azpetrol Yeni Günəşli. Azpetrol Yeni Günəşli. Bu da onun 92'sidir. Baxın görək bu neçə aktdan fərqi ilə digərlərinə fərqlənir. 95. Halal olsun. 95. Detektorumuzu bir də söndürək. Bir də premiumlara yenidən bir də baxaq. Bu Sokar. Naxçıvanskidə yerləşən Sokar. Bunun aktdan fərqinə baxaq bizim detektordan. Sadəcə biz burada nəyi göstəririk? Aktdan fərqləri. Biri-biri ilə nə qədər aktdan fərqləri olur. 94. 94 keçdi Lukoil'a. Lukoil Yeni Günəşli
93 93 Keçdi Azpetrol yeni günəşli 95 99 99 hə, mən bu yandan baxıram 99 99 belə. Bugünkü günə olan yanacaqlarımızın fərqlərini özünüz də gördünüz, amma mən belə düşünürəm ki, elə yenə də üstünlük Azpetroldadır. Amma imkanı çatanlar premiumlarını alsınlar, töksünlər. Amma mən belə görürəm ki, 95'lər dəyişkəndilər. 92 töküb elə bu çankanları davam eləsələr yaxşıdır. Artıq sözüm var, sadəcə demək istəmirəm. Mən getdim, siz qalın salama.